Salam əziz izləyicilər. Bugün sizə Energia.com saytından necə qeydiyyatdan keçməyi başa salacağım. Bizə tez-tez verilən suallardan biridir. Daxil oluruq Energia.com saytına. Daha sonra qeydiyyat düyməsinə klik edirik. Qarşınıza çıxan bölmələri düzgün doldururuq. İstifadəçi adı. Mən daha əvvəl keçmişəm deyə. Burada hamısı hazırdır. Şifrə sizin öz istəyinizdən asılıdır. Yəni 3-32 simvol arası olmalıdır sayı. Burada cinsimizi qeyd edirik. Sualı cavablandırın. Sual 2/2. Cavab 4. Bu spama qarşıdır. Daha sonra oxudum və istifadə şərtləri ilə razıyam. İstifadə şərtlərini oxumaq istəyənlər üçün vururuq istifadə şərtləri linkinə və açılan pəncərədə istifadə şərtləri. Daha sonra qeydiyyat düyməsini vururuq. Bəli, biz artıq demək olar keçmişik qeydiyyatdan. Bizə qalıb hesabı təsdiq etmək. Bunun üçün daxil oluruq qeyd etdiyimiz depozit ünvanına. Görürsünüz, mesaj gəlib. Energia.com saytına mesaj gəlib aktiv etmək üçün. Linkə daxil olaraq və öz hesabımızı aktiv edirik. Sağ olun.